Lamiyə Quliyeva və onun ətrafında baş verənləri necə qiymətləndirirsiniz? Bu işlə bağlı neçə nəfər həbsdə olubdur? Bu işlərdə təxminən 12 nəfər həbsdə olubdur. Lamiyənin anası cinayət müəssisəsinə cəlb olunubdur. Bundan başqa, yəni onun keçmiş nişanlısı Vüqar Əliyevin atası həbsdə olub, anası, xalası, bibisi, qardaşı, hətta qardaşının həyat yoldaşı da həbsdə olub və cinayət müəssisəsinə cəlb olunubdur. Yəni bu olay, yəni Azərbaycan cəmiyyətində, yəni xalqımızda çox mənfi qarşılanan bir haldır ki, çünki Aslan Aslanov işlədiyi, yəni müddətdə rayon icra başçısı olan vaxt, yəni belə bir vəzifəsindən istifadə edərək bir nəfər ölümünə görə bu qanunsuzləmələrə getmiş və hansı ki, aidiyyəti olmayan şəxsləri də qanunsuz olaraq cinayət müəssisəsinə cəlb etdirmişdir. Necə qiymətləndirirsiniz? Bunun hüquqi qiyməti necədir? Bu qədər adam həbs olunmalıydımı? Əlbəttə olunmamalıdır. Çünki burada kim yəni təqsirkardırsa o məsuliyyətə cəlb olunmalıydı. Yəni əslində Aslan Aslanov yəni cinayətin motivini gizlədib. Yəni o bunu həzm edə bilməyibdir. Çünki burada artıq namus məsələsindən söhbət getdiyinə görə və çalışıb ki, yəni işin motivini dəyişsin və başqa istiqamətə yönəlsin. Yəni o da çalışıb və cəhd edib. Yəni bunu da çox təəssüflər olsun ki, məhkəmədən keçiribdir. Yəni motivi göstərir ki, torpaq mübahisəsindən doğan məsələdir. Amma halbuki demək Şəki rayon Aqrar İslah Komissiyasının 1999-cu il qərarı ilə o torpaq hansı ki mübahisəli torpaq demək, hüquqları müdafiə etdiyim şəxs Vüqar Əliyevin atasının mülkiyyətinə verilmişdir. Yəni, bu Aslan Aslanov göstərir ki, həmən torpaqla bağlı güya bir neçə dəfə bunu ölümlə hədələnmişdir. Burada bir məsələ meydana çıxır, ortaya çıxır. Bir il əvvəl belə bir hal baş veribsə, niyə hüquq mühafizə müraciət eləməyibdir? Hazırda biz özümüz hansısa bir şəxsə zəng etsək, hədə qorxu gəlsə, dərhal polisə verərlər insanı. Kimlər günahkardır bu işdə? Bu işdə günahkar olan şəxs Aslan Aslanovun özüdür və onun ətrafında olan və onun göstərişlərini icra edən şəxslərdir və sifarişi qəbul edən insanlardır. Təsəvvür edin ki, yəni bir şəxs hansı ki, Lamiyə yetkin yaşına çatmayan olan, yəni yetkin yaşına çatmayıb da həmən hadisə törədilən vaxtı və o məhkəmə istintaqında da bildirib ki, bu hadisəni mən törətmişəm, mən vurmuşam. Yəni burada Vüqar Əliyevin heç bir günahı yoxdur. Düzdür, məhkəmə ibtidai istintaq və məhkəmə istintaqı belə qənaətə gəlib ki, yəni bunları cəzalandırsın. Lamiyə xanım yetkinlik yaşına çatmadığı üçün həmən dövrdə, yəni qanunvericidə göstərilir ki, 10 ildən artıq cəza verilə bilməz. Yəni bu Lamiyə maksimum cəza verilmişdir. Yəni 2013-cü ildə bu cəzadan azad olunmalıydı. Aslan Aslanov öz yəni qısaqçılıq əməliyyatından əl çəkməyərək qısaqçılığını həyata keçirərək Lamiyə Quliyeva 2 dəfə qondarma ittiham irəli sürdürmüş və birində bəraət verilmişdir. Digər maddələrlə çox təəssüflər olsun ki, cinayət müəssisəsinə cəlb olunmuş və 2013-cü ildə azadlığa buraxılmasına maneçilik törətmişdir. Lamiyə Quliyevanın həbs müddətində cəza çəkmə müəssisəsində uşağı olubdur. Bu mümkün idimi? Burada qanun pozuntusu baş verib yoxsa yox? Çünki Lamiyə bəyanat veribdir ki, könüllü olubdur. Ümumiyyətlə, Lamiyə xanımın elə bir bəyanat verməsi, yəni o qapalı bir şəraitdədir. Adi məsələdir ki, o bir bəyanat verməlidir. Çünki hazırda o cəza çəkir. Yəni bu həqiqətin üzə çıxması Lamiyə xanımın azad olandan sonra yəni bu dəqiq bilinəcəkdir. Qanunvericilikdə nicahı olmayan, nicah qeydiyyata alınmayan, yəni nicah şəhadətməsi olmayan, yəni nicah münasibətlərində olmayan şəxsin ana olması nəzərdə tutulmuyor. Ümumiyyətlə görüşülməsi, belə bir şəraitin yaradılması qanunvericinin tələblərinə birmənalı şəkildə ziddir. Yəni burada qanunvericinin tələbləri pozulmuşdur. Yəni mən hesab edirəm bir hüquqşünas kimi bu hala şərait yaradan Ədliyyə Nazirinin Pensiya Xidmətinin nəzarətçiləri kimlər təqsirkarlarsa onlar cinayət müəssisəsinə cəlb olunmalı. Yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü maddəsində fahişəliyə cəlb etmə maddəsi nəzərdə tutulub və həmin qeyd etdiyim maddə ilə fakt və cinayət başlanmalı və təqsirkar şəxslər məsuliyyətə cəlb olunmalı. Eyni zamanda Azərbaycan Cinayət Məcəlləsinin 308-ci maddə, yəni vəzifə səlahiyyətlərinin sui-istifadə maddəsi də yəni üzrə cinayət işi başlanıla bilər və qeyd etdiyim təqsirkar şəxslər istintaq tərəfindən müəyyən olunub məhkəmə orqanlarının qarşısına çıxarılmalıdır. Bir il bundan qabaq Lamiyə Apellyasiya Məhkəməsində yəni olubdur. Təsadüf edə bilərmi ki, Apellyasiya Məhkəməsi zamanı onu harasa çıxara bilərlər, məcbur edə bilərlər, belə bir hal ola bilərmi? Bilirsiniz, hər bir halda yəni Lamiyə xanımı həmən vaxtı Bakı Apellyasiya Məhkəməsində
qondarma ittihamla, yəni apellyasiya baxışının zamanı PNTC xidmətinin əməkdaşları gətirib aparır. Yəni nəzarətçilər gətirib aparır. Yəni hər bir halda bu nəzarətçilərin müşayiəti altında aparılıb gətirilir. Yəni istəyir məhkəmələrə, istəyir Bakı Apellyasiya Məhkəməsinə. Amma məndə olan məlumata görə, yəni mənə bildirdilər, yəni həmən hansı ki Bakı Apellyasiya Məhkəməsində, yəni bu görsənməyib, yəni buna da ədliyyə əməkdaşları çox təəccüblə yanaşıblar, araşdırıblar və müəyyən olunub ki, düz 2 dəfə saat səhər 9-dan axşam saat 9-a kimi protokolla, məhkəmə iclas protokoluna tanış olmaq yəni bəhanəsi ilə axşam saat 9-a kimi onun Bakı İstintaq Təzyiqxanasına gətirilməsi ləngidilmişdir. Fevralın 12-sində Bakı Apellyasiya Məhkəməsində yəni yenidən işə baxılacaqdır. Lamiyə Quliyevanın azad olunacağına, Vüqar Əliyevin işinin azaldılacağına və yaxud azad ediləcəyinə inanırsınızmı? Əlbəttə, mən ümid edirəm. Artıq bu çox ictimailəşmiş bir məsələyə çevrilibdir. Yəni, ölkə prezidentimizdən bu ədalətin bərpa olunmasını biz gözləyirik. Hətta artıq Vüqar Əliyevlə bağlı əfv ərizəsi də hazırdır. Və mən Vüqar Əliyevlə görüşdükdən sonra və həmən ərizə imza etdikdən sonra mən bütün mətbuata əfv ərizəsinin məzmununu açıqlayacağam və birbaşa prezidentə müraciət edəcəyəm. Qaldı ki, Lamiyə Quliyevin həbsdən azad olunmasına, yəni bu artıq baş prokurorun protesti nəticəsində, çünki şikayət vermə müddəti ötürülmüşdü, yəni Xətai rayon məhkəməsinin qərarından baş prokurorluq vəsatətlə məhkəməyə müraciət etdi, eyni zamanda protestlə verdi və iş Bakı Apellyasiya Məhkəməsinin icraatına qəbul edildi. Yəni hesab edirəm ki, artıq prokurorluğun mövqeyi burada müsbətdir və sonunda da işin Lamiyə Quliyevlə bağlı artıq müsbət işlər gedir və hesab edirəm ki, həbsdən azad olunacaqdır.